Əziz diaspor gəncləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2026-cı ilin 2-8 avqust tarixində diaspor gənclərinin 7-ci yay düşərgəsi keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili şəhərsalma və memarlıq ili elan etməsi münasibətilə diaspor gənclərinin 7-ci yay düşərgəsi geniş miqyaslı bərpa quruculuq işləri ilə yenidən canlandırılan Şərqi Zəngəzurun Dilbər Güşəsi Zəngilanda təşkil olunacaqdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştiraka dəvət edilir. Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir. Digər düşərgələrdə olduğu kimi bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostluqlar qurmaq imkanları qazanacaqlar. Düşərgədə yaşı 18-29 arası Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri qarşılanacaq. Bundan əvvəl təşkil edilmiş düşərgələrə qatılan gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak üçün gənclər 31 may 2026-cı il tarixinə qədər www.diaspor.gov.az qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə 2 mərhələdə aparılacaq. Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatlar üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.